Bunun için qaba 2 ədəd yumurta, 3 xörək qaşığı qatıq, 1 stəkan şəkər tozu, 1 armud stəkan bitki yağı əlavə edib qarışdırıram. Üzərinə kənarda ələdiyim unu və yarım çay qaşığı sodanı əlavə edib xəmir yoğururam. Başqa bir qaba 1 stəkan un əlavə edib üzərinə 70 qram soyuq çörək yağını rəndədən keçirirəm və əlimlə umacalına gətirirəm. Üzərinə yarım stəkan şəkər tozu və yarım çay qaşığı hil əlavə edib qarışdırıram. Dəzgahın üzərinə azca un əlavə edib xəmiri çox az yoğururam. Xəmiri 2 hissəyə ayırıb kündə halına gətirirəm. Kündələrdən birini çox nazik olmayacaq şəkildə yayıram. Üzərinə içliyi əlavə edib hər tərəfinə bərabər şəkildə yaydıqdan sonra bükürəm. Peçenyeləri bu şəkildə kəsdikdən sonra üzərinə azca bitki yağı çəkirəm. Üzərinə şəkər tozu əlavə edib sobaya yerləşdirirəm.